Bugün sizə Bitget birjasında manatla P2P vasitəsilə necə depozit və çıxarış edə biləcəyinizi göstərəcəm. Bu metodun ən böyük üstünlüyü olur ki, siz birbaşa kartınızla kripto alıb sata bilirsiniz. Videonun açıqlama bölməsinə Bitget və digər birjaların qeydiyyat linklərini yerləşdirmişəm. Oradan qeydiyyatdan keçərək əməliyyatlara başlaya bilərsiniz. İlk öncə tətbiqə daxil oluruq. Buradan P2P bölməsini tapırıq. Əgər ana səhifədə görməsəniz, Add Funds düyməsinə basaraq P2P menüsuna keçid edə bilərsiniz. Yuxarı hissədə valyuta bölməsinə diqqət yetirin. Əgər orada USD və ya başqa valyuta yazılıbsa, mütləq üzərinə toxunub AZN seçin. Yalnız bu halda Azərbaycan bazarındakı satıcıları görəcəksiniz. Ekranda iki bölmə görəcəksiniz. Buy, al və sell, sat. Biz kripto almaq istədiyimiz üçün buy bölməsində qalırıq. Satıcı seçərkən kör-köranə ən ucuz qiymətə qaçmayın. İlk növbədə satıcının həyata keçirdiyi əməliyyat sayına və uğurlu tamamlanma faizinə baxın. Faiz göstəricisi 95%-dən yuxarı olan və əməliyyat sayı çox olan şəxslər ən etibarlı olanlardır. Onlardan rahatlıqla alış edə bilərsiniz. Uyğun satıcını tapdıqdan sonra buy düyməsini sıxırıq və almaq istədiyimiz məbləği qeyd edirik. İlk etməli olduğunuz iş, pulu göndərməmişdən qabaq chat bölməsindən satıcıya salam yazın və onlayn olub olmadığını yoxlayın. Satıcı cavab verdikdə View Payment metodu düyməsinə basırıq. Burada satıcının kart məlumatlarını görəcəksiniz. Burada ən kritik xəbərdarlığımı edirəm. EMON vasitəsilə depozit və ya çıxarış etməyin. Bir çox satıcı onsuz da qeyd edir ki, EMON qəbul etmirəm. Niyə? EMON-da sistem boşluqları çoxdur. Fırıldaqçılar sizə ödənişin uğurlu olması ilə bağlı saxta çek göndərə bilər. Hətta bəzən pul balansınıza gəlmiş kimi görünür, amma qısa müddət sonra qarşı tərəf səhv ödəniş şikayət edərək həmin məbləği geri çəkir və sizin EMON balansınız mənfiyə düşür. EMON çox vaxt çirkli pulların yuyulması üçün istifadə edildiyindən hesabınız bloklana bilər. Yalnız normal bank kartları, ABB, Kapital, Leo və s. ilə əməliyyat edin. Pulu göndərməmişdən qabaq kartın sahibinin adı ilə Bitgetdəki adı yoxlayın. Adlar fərqlidirsə əməliyyatı ləğv edin. Üçüncü tərəf ödənişi risklidir. Hər şey qaydasındadırsa pulu göndərib Paid düyməsini vururuq və qəbzi çata yükləyirik. Qorxmayın ki, pulun batar. Bitget həmin vaxt ərzində satıcının balansındakı kriptonu dondurur. Əgər o kriptonu sərbəst buraxmasa, şikayət edirsiniz və birja araşdırma aparıb pulu sizə qaytarır. Kriptonu satmaq istədikdə isə sell bölməsinə keçirik. Yenə eyni qayda, 95%-dən yuxarı olan satıcını seçirik və məbləği yazırıq. Pulu kartınızda görmədən, bank tətbiqinə girib balansı yoxlamadan təsdiq düyməsini sıxmayın. Əgər qarşı tərəf başqa şəxsin kartı ilə pul göndəribsə, dərhal həmin pulu geri qaytarın və sifarişi ləğv edin. Bu sizi gələcək bank problemlərindən qoruyacaq. Hər hansı çətinlik çəksəniz, Telegram qrupumuza qoşulub soruşa bilərsiniz. Gələn bölümdə isə Bitgetdə alqı-satqı və əlavə qazanc yolları haqqında ətraflı video hazırlayacağam.